Bu rombun iti bucağını tapın. İndi nə edərəm? Bura 3S eləmi? Ümumi romb 4S elə. Bu diaqonalı çəkəndə 2S olmalı da bura. Burada S düşür. Bərabər bölürsə, deməli bu nəymiş? Bu median həm də bərabər bölüb axı. Düzdür yoxsa yox? Bəli. Bura A yazsam bura da A'dır. Onda bura 2A'dır. Onda bura nədir? Bura da 2A'dır da. Bərabər yanıdır axı. 2A, A, A. 2A, 2A, 2A. Toplam olaraq bərabər tərəfli 3 bucaqsa bunun bütün bucaqları 60 dərəcədirmi? Bəli, bir də müəllim orada hündürlüyə əsasən də baxmaq olar. 2A buradır, aşağısını A'dır. Deməli yuxarı 30 dərəcəlik bucağıymış, bu tərəfdə 60 imiş də iti bucağı. Ha, bura 30'dur. 30 dərəcə bucaq qarşısındakı katet betonunuzun yarısıdır. Bəli. Onda bura 30'sa onda burada 60 düşür. Əla. Bax, bir daha çəkirəm. Bax, bu da düşər. İmtahan sualıdır bu da. Görüntü yaxşıdırmı? Bəli. Bəli. Bax, rombun. Bax, bu rombu çəkdim. Rombun deyir ki, kör bucaq təpəsindən çəkilən hündürlük sahəni 1-in 3-ə bölür. Bura S olacaq, bura olacaq 3S. Gördün ki, bu rombun ümumi sahəsi 4S'dir. Diaqonal çəksəm, diaqonal bu 4S'i yarıya bölməlidir. 2S, 2S bölməlidir. Deməli, bura 2S'də aşağıda 2S olması üçün məcburən bura S yazıram. Deməli, S bölübsə, bu bərabər imiş də bu parçalar bir-birinə ki, bərabər bölünüb. Düzdür? Bu həm median, həm də nədir? Hündürlük. Deməli, bu eyni zamanda həm də tənböləndi. Bu bərabər yanlış bucaqdır. Bura A yazsam, bura da A olar. Onda burada rombun tərəfləri bir-birinə bərabərdir axı. Bura da A'dır. Bu bərabər tərəfli 3 bucaqçısı, onda bura 60 dərəcə düşəcək. Görün, başa düşdük bu sualı. Bəli. Bəli. Bax, diqqətli olun burada. Sonra mən 99'a baxardım. 99. Şəkildə rombdur. Nə rombdur? B, C, D, Y. Bu rombdur. Rombun diaqonalı onun tənbölənidir deyə burada 15 dərəcə olur. Z tərəfinə görə B də 15'dir. CD 4'dür. Aha. ABD 3 bucağının sayəsini. Nəyin? ABD 3 bucağının sayəsini soruşur. Bu 3 bucağının sayəsini soruşur. Uşaqlar, deməli burada 4'dür, eləmi? Bəli. İndi bu bucaq 30 dərəcə olsa, onda bura nə düşür? 150. Aha, bura nə düşəcək? 30. 30 dərəcə. Sonra başqa nəyi tapa bilərik? Bura K yazsan, burada K'dır. Elə mi? İndi gör nə deyirəm. Bu rombun sahəsi nə qədər olacaq? Mənim A da A'ya. Rombun sahəsi nə qədər olacaq? 4 vurulsun 4, vur sinus 30. Yəni 2'də 1. Düzdür? Bəli. Rombun sahəsi oldu 16. 2'ye böldün 8. Bərabər bölünür deyə bura 8 mi bölünür? Bəli. İndi bu parça da buranı bərabər bölüb deyə bura 8 isə bura nə düşür? 8. 8. ABD'nin sayısı olacaq. Bizə sənə düz dedik. Bizə sənə 16, yarısı 8. Yarısı 8'dir. Rombun ümumi sahəsi 8'dir. Onda buralar 4-4'dür də, düzdür? Sahə 4'dür. Bəli. Bu xəttə uyğun 4'dürsə burada uyğun olacaq 4. 3 bucağın sayısı olacaq 8. Gör aydındır mı yoxsa? Aydındır. Bəli. Bax, bir də deyirəm. Bax, diqqətlə qulaq as. Sən nəyi bilməlisən? Rombun və başqa hansı paralelogramın diaqonalı o bucağın tənböləni olurdu? Hansındaydı o? Kvadratın. Rombla kvadrat. Diaqonaldır da. Bax, bu söhbət bu rombdan gedir. Bu rombu görürük də. Bu rombun diaqonalı tənbölənsə deməli burada 15'dir. Burada 15'dir.
Deməli rombun iti bucağı nə qədər oldu? 30. İstəsən qıraqda iti bucağı 30 olan rombun sahəsini Banu belə də çəkə bilərsən. Bax bu yazdıq bura, düzdürmü? 30 dərəcəli bucaq qarşısındakı katet betonumuzun yarısı deyə bura 2-dir. Düzdür? Tərəf nə qədərdir? 4. Rombun sahəsi nə qədər olacaq? Tərəf vur hündürlük. 8. Bunu başa düşürük 9'dar. Bəli. Bu rombun sahəsi Bəli. 8 isə diagonal onu yarıya bölmür. 4 böləcək. Bax imtahan sualıdır. 4 böləcək. İndi baxıram bu üç bucaqda bu parça bərabər bölünür. Deməli mediandır da. Sahələr necə bölür? Bərabər. Söhbət bu üç bucaqdan gedir. Baxın bu üç bucağa fikir verin. Görürsünüz? 4 onda bura nə düşür? Burada 4. Ümumi sahə olacaq 8. Gör aydındır yoxsa? Aydın. Aydındır. Əla. Sonra Müəllim 100. 100-dən nisbət var. 5 adet 4C dedirsə nə yazmalıyam mən? Müəllim, AD-yə bir x yazsaq, CD-yə də y yazsaq, 5x bərabər 4y-ə. AD-yə düşür nə? AD-yə düşürmü 4K? 4K düşür. Müəllim, ABD-nin sahəsi də 4K olur. Ofisin də sahəsi Var. 5K olur. CD-yə də 5K düşür, eləmi? Burada olacaq 5K. 5K. 4K-ya 4S uyğundur, 5K-ya 5S, düzdürmü? Bəli. Bəli. SABC ümumi 54'dür. 9S bərabərdir 54'dürsə, S olacaq nə? 6. BDC neçə S-dir? 5S. 5S bərabər olacaq 30'a. Gör aydındır C variantı. Aydındır müəllim. Yazın bu sualı da. Aydındır müəllim. Nərmin gəlmədi ki. Xeyr müəllim. Sonra Müəllim, mən köhnə güvəndən işləmişəm deyə, məndə test yüzdən nə edirəm? 10 dənə sual qalıb. Bu 10 dənədə kimin səhvləri var desin. Sıralama baxa bilərik. 103 müəllim. Sahəsi 36 olan düzbucaqlı üçbucağın baxın uşaqlar. Sahə 36'dır. Bura 9 olsun. Bu tərəfə çəkilən hündürlük haradır? Bu deyil, elə bu. H. Bəli, onda katetlərin Sahəsi 36'dırsa 9 vurulsun H bölü 2 bərabərdir mi 36'ya? Bəli. H-ya 8 mi düşür? Bəli, müəllim. Həmin tərəfə çəkilən hündürlük soruşur, olacaq 8. Aydındır. İstəsən yoldaşlar, sən bura 9 yaz. Bura bir hündürlük çək. H. Sahə nədir? 9 vur H bölü 2. Bərabər deyil 36'ya. Demir axı kateti 9'dur. Hipotenozu 9 olsun. Nə fərqi var? Sahə dəyişəsi deyil ki, hansı tərəfə görə hesablasın, sahə dəyişmir. Düzdür? Aha, sonra 103. 104. 102'ye də baxaq. Kvadratdır deyə bura A yazsam, burada bərabər bölünüb, burada A'dır. Onda kvadratın tərəfi bura olur 2A. Sənə nəyi verib? AD 12'dirsə, deməli buralar da 12'dir. Onda buralar 6 bölünür. Düzdür? Bəli. Bəli müəllim. Rənglənmiş sənədi düzbucaqlı. Bax bu 90'ı unutma, buradakı 90'ı. Düzbucaqlı üçbucağın sahəsi necə olur? 12 vurulsun 6 bölünsün 2. O da olacaq 36 santimetrin 36. nəyi? Kvadratı. Kvadrat. Aha. Daxili bucaqlarının cəmi 720'dir. Yazırsan nə? 180 vurulsun. En çıx 2 bərabər nə? Bərabərdir 720. En çıx 2 nəyə bərabərdir? 4'ə. Endə Dördə. Endi 6'ya bərabərdir. Deməli bu düzgün nəymiş? çox bucaqlı. Ay sağ ol. Düzgün çox bucaq. Neçə bucaqlı?
6. 6. 6 bucaqlı. En çıx 2 bərabər 4-sə n olacaq. Düzgün 6 bucaqlı çəkirəm. Bax, düzgün 6 bucaqlının sahə düsturu düşər. İndi bunu deyəcəm necə tapasan. Tərəf 6-dır. Ay yaşa, əla. Böyük diaqonal yadınızdadır, tərəfin 2 misli idi. Kiçik diaqonal tərəfin kökdə 3 misli. Eləmi? Bəli. Bəli, müəllim. İndi baxın uşaqlar. Bunun tərəfi neçə idi dedik? 6. 6. İndi görün nə olur. Biz bunların bu diaqonalları çəkəndə bu düsturu əzbərləməyə ehtiyac yoxdur. Burada bir-birinə bərabər neçə kvadrat, 3 bucaq görürsən? 3, 4, 5, 6 dənə bərabər tərəfli 3 bucaq var. Niyə bərabər tərəfli olduğunu da deyə bilərəm. Daxili bucaq 120-dir elə. 360-ı böldün 6-ya 60. Xarici bucaq 60-sa, daxili bucaq 120-dir. Bu bucaq tənböləndi mi? Yuxarıda 3 tərəf saxlayıb, aşağıda da 3. 120-dirsə bura 60 mı düşür? Bu da tənböləndi, bura da 60-dır, onda bura da 60-dır, eləmi? Onda buralar da 60, 60, 60, hamısı 60 olur. Deməli, tərəfi 6 olan 6 dənə bərabər tərəfli şucaq var. Gəl bir dənəsinin sayısını hesablayaq. A kvadratı kökdə 3 böl 4. Bu oldu nə? 9 kök altında 3. Deməli, bir dənə 3 bucağın sayısı 9 kökdə 3'dür. Neçə dənədir? 6 dənə. Burası 6'ya olacaq 54 kök altında 3. Gör aydındır. Bəli. Bəli. Rombun daxili bucaqları, uşaqlar, rombun daxili bucaqları 1-in 3-ədirsə, deməli, 4K bərabərdir 180-ə, K olacaq 45. Deməli, bura 45 imiş. Perimetr 24-sə tərəfi 6-dır. Tez nə çəkərəm? Hündürlük. Bura olacaq nə? 45. 45. 45. 6'nı kökdə 2'yə bölən... Ayda. Hə, halaldır. 90'ın qarşısı 6'dır, 45'in qarşısı 6 kökdə 2. Ayda, hə. 3 kökdə 2. 6'nı böləcəksən kök altında 2'yə. Qoşmasına vursan olacaq 3 kökdə 2. Hündürlük nə qədərdir? 3 kök altında 2. Düzdür? Burada 6'dır. Sayını necə tapırsan? Tərəf vurulsun hündürlük. 6 vurulsun 3 kökdə 2 bərabər olacaq 18 kök altında 2. Yaxud bura 6'dır, bura da 6'dır. Tapdın ki, iti bucaq neçədir? 45. Sayını necə hesablayırdıq? 6 vurulsun 6 vur sinus 45. Sinus 45'də kökdə 2 bölü 2'dir. Yenə 18 kökdə 2 alacaqsan. Gör aydındır. Bəli. Sonra keçək növbəti. Uşaqlar, rombdur deyə bura 10'dursa yoldaşlar. Bura da 10'dur. Sahə nə olacaq? Tərəf vur, hündürlük. 10 vurulsun. A-da 8. 6'dır. 80. Tapmağa ehtiyac yoxdur. Rombun burasına qəsdən 10 verib ki, görək bunun ağlı kəsir, gətirsin burada 10 yoxsun. Romb deyil. Rombun bütün tərəfləri 10'dur da. Tərəf 10, hündürlük 8. Rombun sayəsi, ümumiyyətlə paralelogramın sayəsi tərəf və bu tərəfə çəkilən hündürlüyün hasilinə bərabərdir, eləmi? Bəli. Vəssalam. 107-ci sual ətraflı sual kimi düşər. Üçbucağın tərəflərindən birincisi 10. Bax, tərəflərdən birinə yazdım 10. İkincisi 17. Üçüncüsü isə ilk iki tərəfin cəminin 9'da 7. Toplayanda nə olur? 27. 27'nin 9'da 7, 9'da 7'dir. 21. 21. 21. Burada olacaq 21. Tərəflər Səsi bağla, İsmail. 2'yə bölünür. Mən burada heron düstur olur da. Bu düzbucaqlı üçbucaq deyil ki. Yox. Xeyr. Müəllim, toplayıb elə 2'yə bölürük də. Hə, bu üçbucağın sayısını tapanda nə ilə tapasan? 3 tərəf varsa heron düsturu ilə. S bərabərdir. Kökün altında. Kök altında Ha, yarım. topladı neçə elədi? 48. 38, 48, 24. 24 vur 14, vurulsun 21 çıxanda 3, vurulsun 7, eləmi? Bəli. 24'ü yazaram. 4 vur 2. Yo, elə 14'ü yazaq, 7 vur 2. Mən Düzdür. 24'ü də 6 vurdu. 24'ü də 3 vursun 8. 24 8 vur 3 yazıram. Hə. İndi gör nə çıxacaq, bərabərdir. 2 dənə 7 var. 7'nin kvadratından nə çıxır? Bir dənə 7 çıxır.
3 vur 3-dən nə çıxır? Bir dənə 3 çıxır. 8-i 2-yə vuranda 16, ondan da 4 çıxır. 4. Olacaq 21 vur 4, cavab olacaq 84. Gör aydındır. Bəli. Müəllim aydındır. Dünən dedik ki, böyük R nəyə bərabər idi? A, B, C böl 4S. 4 Kiçik R nəyə bərabər idi? 2S bölünsün A plus B plus C. Düzdürmü? Bir də yadda Bəli. saxlayırsınız ki, üç bucaqda olar bu düstur. Bura A'dır, bura alfadır. Xaricinə çəkilən çevrə ilə bağlı belə bir düstur var. A bölünsün sinus alfa bərabərdir 2 dənə böyük yerə. Olar ki, tərəf onun qarşısındakı bucağını verər, sinusu verir. Səndən xaricinə çəkilmiş çevrənin radiusunu istəyər, olacaq A bölü sinus alfa bərabərdir 2. Aydındır? Bəli. 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 Uşaqlar, gəlin 108-i də yazaq. Trapeziyanın oturacaqların nisbəti 9 böl 5'dir. Onda bura 5K yazsam bura olacaq 9K. Fərqi 12-dirsə 4K bərabərdir 12'yə K 3 imiş. Onda deməli bura olacaq 15, bura olacaq 27. Düzdür? Sahəsini tapanda nə edir? 27 ilə 15'i topladım. 42. Yarısı olur 21 vurulsun H. 21 vur H bərabər olmalıdır 168'ə. H olacaq 8. Oturacaqların cəminin yarısı vur hündürlük sənə nə verir? Trapeziyanın sahəsini verir. Aydındır? Bəli. Sonra düzbucaqlı trapeziya görəcəyim ilk nədir? Hündürlük Hündürlük endirmək. Burada 12'dir. O bir kitabda 13 olur. Trapeziyanın sahəsi. Bura C-dən soruşur. Bura K yazıram. İndi qulaq asın görün nə deyirəm. Trapeziyanın sahəsi nə qədərdir? 150. Gəlin bu sahəni tapaq. Bir saniyə burada nəsə yanlışlıq var. AB 12'dir. AD 13, 15'dir. AD ümumilikdə 15'dir, eləmi? Bəli. Bəli. Sonra Buradakı iğne bura bir A yazsam, bura bir A yazsam. Trapeziyanın hündürlüyü nəymiş elə bu trapeziyanın hündürlüyü nə qədərdir? 12. Sahəni necə tapırdıq? 15 üstəgəl A bölünsün 2 vur 12 bərabər olmalıdır nəyə? 150. Düzdür yoxsa yox? Bəli. Bununla bunu ixtisar elədim. Burada qaldı 6. 15 plus A-nı 6'ya vuranda 150'ni 6'ya böləndə neçə düşür? 25. Deməli 15 plus A neçəymiş? 25. A neçə olacaq? A olacaq 10. Deməli A 10'dur. Bura 10'dur. Onda aşağı da 10'dur. Bura 5 mi düşür? Bəli. Burada 12'dir. Düzbucaqlı üçbucağa görə 12'nin kvadratı plus 5'in kvadratı 144 plus 20 169 bura olacaq 13. Bax bu da imtahana düşər. Baxın görək nə aydın deyil. Aydındır. Aydındır. Paralelogramın tərəfləri 14 və 7'dir. Bu paralelogram hündürlüklərdən biri 5 cm olarsa sahəsini hesablayın. İndi hansı hündürlüklərindən biri 5 cm? Deyir ki, biri o birindən 5 cm böyükdür. H2, bu da H1. Birinə K desək, hündürlüklərdən biri K-dırsa, o birisi K plus 5'dir. İndi nə yazmalıyam sizə? 14 vurulsun. A vurulsun K 5 bərabərdir 14. Ay sol. Bu böyük tərəfə çəkilən hündürlük kiçik olacaq. Paralelogramda nə deyirdi? A vur H-a bərabərdir B vur HB olmalıydı. Düzdür? 14K bərabərdir. 7 vurulsun K üstəgəl 5. Bax bu da imtahana düşər. 14K bərabərdir 7K plus nə? 35. 7K bərabərdir 35 isə K neçəymiş? 5. K 5 isə deməli hündürlüklərdən biri 5 imiş, biri də 10 imiş. Sahəni necə taparsan? Tərəf 14, bu tərəfə çəkilən hündürlük 5 olar. 14'ü vurarsan 5'e, yaxud 7'ni vurarsan ona S olacaq 70. Bax bu imtahan sualıdır. Bunu bir dəfə də özünüz yazın. Çətinliyimiz var burada yoxsa? Xeyr. Xeyr müəllim. Müəllim, bu günlər o biri qrupla birləşmişik.
Bəli, bu cümlə sinifləri birləşdirmişəm. Müəllim bundan sonra əlavə dərs olacaq. 11-lərə bəli. Saat neçədə müəllim? 12-ni yarısı. Nə də 11-də. onda. Bəli, loqaritm mən bu gün Müəllim, əslində burada yazmışıq 14K bərabərdir 7x plus 35. Onu yaza bilərdik ki, məsələn 14 ilə 7-nin x çarpılıb yaza bilərdik ki, 2x bərabərdir x plus 5. X də 5-dir də. Burada da 5 tapmışıq da. Hələ yəni mən qısa yol dedim. Yaxşı elədi. Sonra keçək növbəti bölməyə. Bəli.